Bir insan özünə dəyər verərsə dediqoduna məşğul olmaz. Niyə görə? Birinci dedikodu mənim enerjimi aparır. Mən niyə enerjimi dedikoduya sərf eləməliyəm? Niyə mən Allahın mənə verdiyi bax bu ömrü niyə görə bu pis işlərə sərf eləməliyəm? Elə deyilmi? Amma bəli, yəni bu şikayət əfariyyəsindən hər şey pisdir, hamı pisdir, məndən başqa yaxşı yoxdur. Bu insana bir xoşluğu da yaratmaz. İkincisi bizim insanlarla münasibətimizdə korlayar. Mən deyirəm ki, ailədən başlayaraq, məktəbdən başlayaraq səviyyəni artıracağıq. Dəyərli insan dedikodu etmez. Okuyan insan, ağıllı insan, elmi olan insan, Allah'ı tanıyan insan. Bak dedikoduya ne diyor? Deyir kardeşinin etini yemek gibi iğrenç bir şeydir. Bir de dedikodunun bile bir özelliği var, hem de ümitsizlik. O insan sabah değişebilir. Bir günahından xəbərimiz ola bilər, amma tövbəsindən xəbərimiz olmayabilir. Sizin bugün dindar kimi görmediği insanın sabah dindar olmadığını hardan bilirsin? Şimdi bilirsiniz, gündemde olan meselelerden biri mesela klasik şairleri bile mesela Bəli. tənkid edin. Bak ben belə deyim de 3 tane ölçü bu. Her şeyden. Bir, her şeyi süpürüp atmayacak. Tamam mı? Her şeyi de olduğu kimi qəbul etmeyecek. Hər hansı bir tarixi işsə, mədəniyyətə və insana. Bax mənim hər şeyə müsbət yöndən baxma həvəsində, əyilimində olan bir insana. Mən həmişə bunu fikirləşirəm ki, ən pis deyilən insanın içində bir yaxşı şey var. Onu görmək olar. Bax nə deyirəm? Hər şeyi süpürüb atmayın, pisdir deməyim, hər şey yaxşıdır deyib bütləşdirməyin. Üçüncü bir dənə yol təklif edirəm. Ən gözəl yol seçici olmaq. Deyərsən ki, bu şairin bax bu yönləri çox gözəldir. Ama bu yönləri də bizə lazım deyil. Bu insan, baxın nə qədər gözəl cəhətləri var. Ağıllıdır, çalışkandır, zəhmətkeşdir. Hə, biraz da çox danışır, biraz səbirsizdir, biraz da yalancılığa meyilliyi var. Yəni Allah insanların üzərindən qələm çəkməyi istəmir. Baxın, bəzi insanlar deyir ki, bax Allah, görürsünüz, bayaq dedim, nədən Allahın bağışlanma ilə adları çox, bağlı adları çoxdur? Neden Allah Ət-Təvvab adlı bir ad götürür? Bak bunun mənası birisini deməkdir. Bu deməkdir ki, son ana kadar Allah insanın ümidini kesmir. Deyir ki, bir gün gələ bilər, bugün sizin insan saymadığınız, hatta Allah'a üsyan eden insanın geri qayda bilər deyir. Dön deyir, ey insan. Bakın, ona göre ne kadar Ət-Təvvab adı qoyur. Deyir, mən mərhəmətliyim, mən rəhmanam, sən mənə yaxınlaş deyir. Bakın, Rabindranath Tagore deyir ki, eğer bugün de yeryüzüne her gün uşaqlar doğulursa, o demek ki Allah insanların ümidini kesmiyor. Biz insanların ümidimizi kesmiyoruz. Bakın seçici yanaşacağız. Bu insanın bu cəhət, özümüzə də belədir. Mənim bu cəhətlərim yaxşıdır, bu cəhətlərim də doğru deyil. Bunları islah eləmək. En doğru bakış seçici olmaktır. Seçici olmaktır. İnsan eğer qınayacaqsa özünü qınayacaq. Öz səhvləri. Müqayisə edəcəksə önce özünü müqayisə edəcək. Bakın fərqində olan insan odur ki, önce özünün kim olduğunu, bakın bir insanın inkişafın əsası bu. Önce fərqində olacaq ki, mənim hansı güclü yönlərim var, hansı zəif yönlərim var. Sonra mayanı, sərmayəni, kapitalı, investisiyanı o müsbət yönlərinə qoyub oranı gücləndirəcək. Bir de bu sualımı da ünvanlayıb, müraciət etdim mənim. Sonra keçi oruç sözünün mənası nədir? O sualı ünvanlayacağım.